Salam dostlar, necəsiz? Yaxşısınız? Ümid eləyirəm ki, yaxşısınızdır. Bugün sizlərlə birlikdə uşaqlar nə idi onun adı? Çempion Liqası təxmin eləyəcəm. Yəni sizlərə əslində belə ola bilər. Yəni mənim təxminim belə olacaq. Uşaqlar, artıq bugün ayın 17-sidir. Sizin də yel çərşənbənizi təbrik eləyirəm. Bütün takipçilərimə, bütün insanlara ürəkdən təbrik eləyirəm. O zaman dostlar biz başlayaq. İlk qarşılaşma Paris-Chelsea. Dostlar ilk oyunda Paris 5-2 qələbə qazanmışdı. İndi isə Londonda olacaq. Və məncə dostlar Paris keçəcək. Paris Chelsea-ni udar. Təxmin belədir. İndi bu tərəfdən Newcastle Barcelona. Yəni dostlar biz Qarabağ, yəni biz böyük bir kluba uduzmuşduq. Həqiqətən biz böyük bir kluba uduzmuşuq. Yəni nə idi onun adı? Chelsea. Newcastle United Barcelona ilə heçə qalıb. Yəni Newcastle United da biz Barcelona ilə az qalsın udurdu uşaqlar. Amma Barcelona sonunda Lamine Yamal zərbəsi ilə qurtardı. Yəni atdı, oldu. Dostlar mən bu arada Barcelonalıyam. Barcelona tuturam. Deyirəm, məncə çempion. İstəyirəm ki, çempion Barcelona olsun. Yəni bu səfər Barcelona keçər burada. İlk oyun 1-1 idi. Məncə ikinci oyun Camp Nou-da bugün, yox sabah axşam oynanacaq maçda udacaq. Galatasaray Liverpool. Bu da sabahın ən maraqlı maçlarından biridir. Yəni 18 Mart. Dostlar, yəni mən bilmirəm. Amma Galatasaray uşaqlar. Galatasaray Liverpoolu udub Parisdən oynayacaq. Mən Galatasaraya inanıram. Dostlar, bu arada Galatasaraydan bir oyuncusu ayrılır. Yəni Icardi gedir Juventus'a. Yəni elə deyirlər. İnşallah getməz. Bu tərəfdən Atletico Tottenham. İlk oyun dostlar, deyəsən 5 qurtarmışdı. Bir dəqiqə gəlin baxaq. İlk oyun Atletico, bəli 5 qurtarıb. Baxın göstərim sizə də. Tottenham Atletico 5 qurtarıb. Ona görə məncə Atletico üstündür və yenə də Atletico udacaq və biz çeyrək finalda, baxın burada Atletico Barça görəcək məncə. Burada Real Manchester. Dostlar, məncə Manchester comeback ata bilməyəcək. Dostlar, çünki Real udacaq uşaqlar. Yəni Real 3-0 udub rahat. Valverde hat-trick sayəsində 3-0 udub. Yəni Manchester'da hələ zəif Real Madrid uda bilmirsə, güclü Real Madrid'ə qarşı nağaracaq. Hələ o əvvəl o bir oyun ilk oyunda yox idi. Mbappe yox idi. İndi Mbappe də var. Mbappe də 1-2 gol atsa da Liverpool deyirəm uşaqlar. Manchester nağaracaq. Ona görə dostlar burada Real keçər. Baxın. Real keçər burada. Bayern Atalanta sözsüz uşaqlar. Məncə comeback olarmı, olmazmı? Çünki Bayern'də bütün qapıçılar yoxdur. Qapıcı yoxdur həqiqətən. Hamı zədələnib. Nə bilim, Neuer, hamısı. Neuer'in əvəzləyicisi zədələnib. Neuer'in əvəzləyicisi hamı zədələnib. Yəni dostlar, indi qalıb 17 yaşlı Bavariyanın 19 liqasındakı qapıçıya. O da olmasa Harry Kane qapıya yetəcək. Bilmirəm də. O Bavariya bugün oynayır. Uşaqlar bilməm. Bavariya deyəsən bugün oynayır. Bavariya kimi Atalanta oynayır da. Sabah. Bir dəqiqə uşaqlar. Bavariya sabah oynayacaq. Baxın uşaqlar. Bavariya Atalanta. Bavariya sabah oynayacaq. Məncə Bavariya udacaq. Yəni 4-0 udursa Atalantaya. Yenə də 6-5. Ümumi hesab 6-5 olacaq. Udacaq da. Yəni Bayern Real Madrid qarşılaşması görəcək. O da Green Sporting. Uşaqlar
birazdan o maça baxacağam. Yəni 8-də 1 finalın cavab qarşılaşması. 16 son 16-nın cavab qarşılaşmasına baxacağam. Dostlar, məncə baxın, siz Bodo Glimt udacaq. Bodo Glimt udacaq. Sporting'i ilk oyun 3-0 üstünlüylə məncə Portuqaliyada udacaq. Yenə də qalib gələcək. Interi öz evində məğlub etdiyi kimi səfərdə də məncə məğlub edəcək. Arsenal Bayer Leverkusen. O da sabah oynayacaq. Arsenal Bayer Leverkusen. Xeyr, bugün. Bugün axşam saat 12-də. Bəlkə ihtimal Arsenal turnu keçəcək. Bu sabah Bayer Leverkusen ilk oyunda çox həqiqətən yaxşı oynamışdı. Az qalsın məğlub edirdi Arsenalı. Amma Arsenal dedi ki, dayan, məğlub edə bilmərsən bizi. Nəsə dostlar, çeyrək finalda Parislə Galatasaray üz-üzə gələcək. Məncə dostlar, burada mən yenə Galatasaray deyirəm. Galatasaray yarı finala kimi gələr. Paris udar məncə dostlar. Məncə Paris udar. Real Madrid, Atalanta. Uşaqlar, mən sizə bir şey deyim. Bayer Liverpool, mən Real Atalanta dedim. Səhv dedim. Real Bayern München. Dostlar, məncə xəstəyim bu arada. Məncə dostlar, Bayer güclüdür. Hücum çox güclüdür Bayer'in. Real Madrid də yaxşıdır da. Mən də dostlar, Real udar. Real Bayern udar. Həqiqətən. Yarı finalda Real Galatasaray. Bəlkə Bayern udar, bilmirəm. Dostlar, bəlkə fikrimi dəyişdim. Bir dəqiqə gözləm fikirləşeyim. Gözləyim bir dənə. Dostlar, Bayern udar məncə. Məncə Bayern udar. Fikrimi dəyişirəm. Bayern udar məncə. Bayern Galatasaray izləyəcək. Bu tərəfdə Barcelona Atletico. Barcelona Atletico dostlar, məncə Copa del Espaniyada Barcelona uduzub 4-0 bir məğlub oldu, sonra 3-0 udsa da yenə də yəni mərhələni keçə bilmədi də. Əsas hesab 4-3 Atletico'nun xeyrinə oldu. Amma məncə bu səfər Barcelona şov eləyəcək Atletico'ya. Udacaq. Arsenal Bodo Glimt'də də mənim fikrimcə yarı finala Bodo Glimt çıxacaq. Arsenal yəni bilmirəm, Arsenal elə takımdır ki, bəzi takımları, zəif takımları bəzən udur, yəni çoxlu vurur qollar, 6 dənə, 7 dənə. Bəzi isə zəif oynayır. Elə olur 3-2 uduzur, 3-1 uduzur, 1-0 uduzur. Yəni Arsenalda dostlar, hər sürpriz gözləmək olar. Yəni məncə uduzacaq. Bodo Glimt dostlar, Interi məğlub eləyib, Manchester City'ni məğlub eləyib, Atletico'nu məğlub eləyib. Galatasaray bir də məğlub edə bilmir. Galatasaray 3-1 Bodo Glimt udub. Bodo Interi, Manchester City'ni, Atletico Madrid udursa, Galatasarayın da hamısını yiyər. Belə çıxır. Neyse dostlar, çox uzatmayacağım. Burada məncə Bodo Glimt Arsenalı udar və yarı finalda Barcelona Bodo Glimt udar. Mən dostlar, bu təxmindir. Belə olmaya da bilər. Bu təxmindir sadəcə. Yəni siz deməyin ki, Elitci abi belə deyir, belə olmalıdır. Yəni mən sadəcə təxmin edirəm. Yəni bu tərəfdə mən Galatasaray, yəni Galatasaray gələcək və Bayern oynayacaq. Mən bir yaxda dediyim, məncə Bayern udar Realı. Beynim qarşılayır uşaqlar. Yarı finalda Bayern München Galatasaray oynayacaq. Uşaqlar, məncə burada artıq Galatasaray turnuvayı veda eləyəcək. Yəni Galatasaray üçün yarı finala da gəlmək böyük bir şeydir. Yəni məncə Bayern udacaq və finalda Bayern olacaq. Bu tərəfdə isə, baxın, bu tərəfdə isə Barcelona və Bodo Glimt demişdim mən. Burada da Barcelona məncə artıq Bodo Glimt sürprizinə son verər və Bodo yarı finalda veda edər Galatasaray kimi. Galatasaray da sürpriz takım deyil. Galatasaray Liverpool'u
bu il 2 dəfə məğlub edib. İkisində 1-0 hesabı ilə. Bodo Glimt də sürpriz takımdır. Amma məncə bu da artıq Barcelonaya heç vaxt sürpriz eləyə bilməz. Barcelona Bodoya sürpriz eləyər. Barcelona elə takımdır ki, yəni məğlub olsa da, dostlar, yəni güclü məğlub olur. Yəni az fərqlə məğlub olur. Bax, məsələn, 4-0 uduzdu Atletico'ya ilk maçda. Amma ikinci maçda Copa del Espana'dan deyirəm. İspanya kupasından. İkinci maçda 3-0. 3-0 utdular. Amma əsas hesab 400 Atletico'nun xeyrinə oldu. Onun üçün Atletico növbəti mərhələyə getdi. Deyəsən Atletico finala getdi ya da yarı finala. Bilmirəm də orası nə. Kapkutdan uşaqlar mesaj gəlir. Yəni sizə həmişə Kapkutdan mən videolar paylaşacağam. Narahat olmayın. Uşaqlar, Barcelona udacaq Bodo Glimt'i və finalda Bayern München Barcelona oynayacaq. Dostlar, çox çəkilməli maç olacaq. Olsa da, belə maç olsa hamı baxar. Bütün milyonlarla insan baxar. Stadionda, evdə, nə bilim, televizorda, telefonda, kompüterdə, planşetdə. Yəni hamı baxar belə final olsa. Təsəvvür uşaqlar, buradan bax belə olmalıdır. Real gəldi finala. Barcelona gəldi finala. Təsəvvür El Clasico, möhtəşəm maç olur. Çempionlar Liqası kuboku finalı. Real Barça. Lamine Yamal bir tərəfdən, Mbappe bir tərəfdən. Lewandowski, Rafinha, Vini, nə bilim, Rodrigo, hər bir tərəfdən hücum eləyər. Hamı baxar. Amma mənim final təxminim Barcelona, Bayern München'də. Məncə finalda Bayern München bura qədər gəldi. Amma məncə bu il Barcelona kubok qazanacaq. Çünki dostlar, Barcelona'nın qabağı çox asandır, yolu çox asandır. Real deyir ki, keşke mənim bəxtimə də bu yol düşərdi də. Yəni dostlar, çempion Barcelonalar deyirəm. Yəni baxın, çempion Barcelona. Barcelona baxın bu kuboka layiqdir. Bu kuboka layiqdir mənim fikrimcə. Neyse dostlar, Ballon d'Or da hələ bilmirəm. Dünya çempionatı olacaq. O axırında dünya çempionatı hansı ölkə qazansa, o ölkədən böyük ehtimal o futbolçuya verəcək. Necə 2022 Dünya Kupasında olduğu kimi Messi dünya çempionu qazanmışdı. Dünya kubokunu Mbappe qarşısında 3-3 penaltilərdə udmuşdu. Ona görə ki, böyük ehtimal bu ildə dünya kubokunu qazanana verəcək ödül. Dünya kubokunu qazanan ölkədən ən yaxşı oynadığı oyuncuya verəcək. Çünki dostlar, Argentinada ən yaxşı Messi oynayırdı. Messi'dən başqa kimə verilə bilərdi ki? O kubok. Nə dostlar, bu videomuzun da sonuna gəldik. Çempionumuz Barcelona seçildi. Mənim təxminim UEFA Çempionlar Liqasının uşaqlar bir şey oldu. UEFA Çempionlar Liqasının qalibi Barcelonadır. Siz də şərhlər bölməsində yaza bilərsiniz. Sizin təxmininiz, sizin UCL UEFA Çempionlar Liqası təxmininizi yorumlara yaza bilərsiniz. Şərhlərə yaza bilərsiniz. İnşallah uşaqlar əylənmisinizdir videodan. Videoya baxıb like atmayı unutmayın. Kanalımıza abunə olun. 270 abunəyik. 30 abunə qalıb 300 abunəyə. 30 nəfər də gəlsə 300 olacaq. Tezliklə 300 abunə olaq uşaqlar. Sağ olun dostlar. Sizi çox istəyirəm. Bye. Bye.